Nəfəs üçün yeni cihaz. Nəfəs alma izləyicisi ağciyər xəstəliyini aşkar etməyə kömək eləyir. Yeni taxıla bilən tənəffüs monitorinq cihazı ağciyər xəstəliklərinin diaqnozunu əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər. Yalnız qısa müddət ərzində istifadə edilən stetoskopdan fərqli olaraq yeni ağciyər səsini monitorinqi cihazı xəstənin nəfəsi bir neçə gün ərzində izləməyə imkan verir. Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun tədqiqatçıları tərəfindən hazırlanmış cihaz cəmi bir neçə millimetr qalınlığa malikdir. Mini cihaz onurğa və çiyin bıçağı arasındakı dəriyə tətbiq olunur və tənəffüs səslərini qeyd edir. Daha sonra süni intellekt vasitəsilə təhlil edilir. Məlumat smartfona ötürülür. Burada proqram əlavə emal həyata keçirilir. Cihaz sağlam insanlar, eləcə də astma və xroniki obstruktiv ağciyər xəstəliyi olan xəstələri üzərində sınaqdan keçirilib. Hırıltı və digər tənəffüs anormallıqlarını aşkar edib. Gələcəkdə alimlər bədən hərəkətlərindən fon səs küyünün filtrasiyasını təkmilləşdirməyi planlaşdırır.